Dostlar salam, hər vaxtınız xeyir olsun. Gördüyünüz balıq yağı, yəni Çin şirkətinin dish oil məhsulu artıq satışdadır. Çoxdan gözlədiyimiz bir məhsuldur. Omega 3. Tərkibi balıq yağının insan orqanizminə lazım olan, vacib olan ən əsas omega 3 yağı turşusu və digər faydalı maddələr də var tərkibində. A7, kalsium, magnezium, sink, selen və s. Ən çox xüsusiyyətləri sırf omega 3 yağ turşusu insan orqanizmi üçün əvəz olunmazdır və bütün hüceyrələrin, hüceyrə membralarının tamlığı və keçiriciliğini təmin edir. Bununla yanaşı omega 3 yağ turşusu antioksidant funksiyasında icra edərək sərbəst radikalların mənfi təsirini azaldır və oksidləşmə zədələnməsinin qarşısını alır. Vitamin E antioksidant təsiri göstərir. A7 vitamin görmə immun sistemini, sümük sağlamlığını dəstəkləyir. Mikroelementlərin optimal sinergiyanı tamamlayır və sağlamlığı dəstəkləyir. Məhsulun əsas faydaları nədən ibarətdir? Bu haqda danışmaq istəyərdim. Yəni hər kəs məlumatlansın. Əsasən beyin fəaliyyətini, yaddaş, diqqəti gücləndirir, sinir ötürücülüyünü yaxşılaşdırır, ürək-damar sisteminin sağlamlığını dəstəkləyir, ürək ritmini stabilləşdirir, damarın elastikliyini yaxşılaşdırır, həmçinin laxtalanmanı və qan qatılığını yaxşılaşdıraraq doymuş və yağların səviyyəsini aşağı salır. Yəni ateroskleroz, damar kirəcləşməsi riskini azaldır. Stres hormonlarının, yəni səviyyəsini normaya salır. Dərinin bərpası və yenilənməsi proseslərini sürətləndirir, görməni yaxşılaşdırır, gözün torlu qişasının funksiyasını dəstəkləyir, immuniteti gücləndirir, əsasən iltihabı və prosesləri azaldır, limfa və hüceyrə daxil təmizləməni sürətləndirir, oynaqlarda sərtliyi və ağrını azaldır, kalsiumla yanaşı istifadəsi çox gözəl nəticə göstərir, vəzlərdə hormon metabolizmanı tənzimləyir, eyni zamanda insult həssaslığını artırır. Bu dərman deyil. Tamı-tamına qida əlavəsidir. Omega 3 yağı, balıq yağı Azərbaycanda ilk dəfədir. İstifadə qaydası gündə 2-3 kapsula istifadə mümkünatı var. Buraxılış forması gördüyünüz kimi yazılıb üzərində də 180 kapsuladır. Demək olar ki, bir ailə üzründə əgər 2 evladı olanı varsa, 3 evladı, yəni bölüşdürüb içmə mümkünatı həm ekonomikdir, həm büdcə baxımına görə, həm tərkibindəki saya baxımına görə. Yəni məsləhətlidir. Hər kəsə tövsiyə edirəm. Mən də çoxdan da gözləyirdim bu məhsulu. Təbii ki, indi mən sizə onun açıb özünü də göstərəcəm ki, kapsulaların hansı rəngdə, hansı formadadır. Deməli dostlar, sizin gözünüzün qarşısında açıram. Belə bir kip şəkildə üzünün bağlanmış formada qablaşması var. Hətta qablaşmasının özü belə təbiidir. Yəni içərisindəki hər bir məhsulu rahat şəkildə saxlamaq mümkün var. Təbii ki, bunu qaranlıq quru yerdə saxlasanız daha məqsədlidir. İndi içərisini açacağım, sizə göstərəcəm nə qədərdir. Biraz sərt açılır, çünki kip bağlanıbdır. Bismillah. Gördüyünüz kimi həqiqətən də rəngi şəffaf, günəş işığı kimi parlaq, həqiqətən göz işığı nuru kimi parlaq görsənir. Ölçüsü 0,3 qramdır. Tərkibində 180 dənədir. İçərisində xüsusi saxlama üçün vasitə də var. Yəni bunu bir ailədə, yenə deyirəm, evladın sayına görə bölüşdürüb içmək olur. Hətta böyüklər də fərq etməz. Yəni ailə üzvləriniz bölüşdürüb içə bilərsiniz. Gündə 2 dəfə, 3 dəfə. İndi Ramazan ayında təbii ki, bunu içən şəxslər yalnız sahurda və iftarda içə bilər. Məsləhət bilərdim ki, axşam yatmadan qabaq içəsiniz. Təbii ki, içərisini mən hələ yoxlamamışam. Biraz bərkdir. İnşallah ki, faydasını da görərik. Çünki hər bir məhsulumuzun biz faydasını görmüşük. Hər kəsə də tövsiyə edirəm. Əziz tələbələr, əziz abituriyentlər, əziz müəllimələr və bütün hər kəs, qadın, kişi, yaşlı, nəsil, cavan, fərq etməz. Hər birinizə məsləhət bilərdim. İnsan orqanizmində ən vacib vasitələr, orqanlardan biri göz qişamızdır ki, bizi günəş işığını görməyə, insanları görməyə, hər hansı bir gözəl, xoşbəxt günləri görmək üçün təbii ki, bizə könlümüzün gözü açıq olmalıdır. Və bu baxıma görə də bu məhsulu istifadə etsəz, daha itiliyini, gözünüzün itiliyini artırmış olarsınız və eyni zamanda faydasını görüb bizlərə təşəkkür etmiş olarsınız. Hər zaman sağlam olun, əldə etmək üçün əlaqə saxlayın, kömək göstərim sizə.